Ölkə başçısının Mingəçevirə tarixi səfərindən bir gün sonra millət vəkili Aydın Mirzəzadə Mingəçevirdə sakinlərlə görüşüb. Sakinləri fərdi qaydada qəbul edən millət vəkili onların ərizələrini qəbul edib və problemləri ilə yaxından maraqlanıb. Görüşdə əsasən işlə təminat, sosial məsələlər, siyasi, şəxsi problemlər və digər müraciətlər səsləndirilib. Qəbula gələn seçicilərin səhiyyə, sosial təminat və kommunal xidmətlərlə bağlı problemləri yerindəcə şəhərin müvafiq qurumlarının rəhbərləri ilə əlaqə saxlanılaraq həll edilib. Müraciətlər müxtəlif səviyyədədir. Bunlar içərisində sosial problemlərlə yanaşı, ayrı-ayrı qanunları dəyişikliklərlə bağlı, ailələrinin müəyyən problemləri, mənzil, torpaq məsələsi, məhkəmə çəkişməsi ilə bağlı olan məsələlərdir. Səlahiyyətim çərçivəsində onların bir qisminin həll edilməsinə yardımçı oldum. Bir qisminin həlli ilə bağlı vətəndaşlardan ərizələr götürərək onların həlli ilə bağlı Bakıda artıq məşğul olacaq. Bir sözlə vətəndaş seçdiyi millət vəkilinin öz probleminin həllində yaxından iştirakını bir daha hiss edəcəkdir.